Az yaşlılardan tut gənclərə, gənclərdən tut yaşlılara. Hamı CapCut istifadə edə bilir. Çünki CapCut istifadə etmək digər proqramlara nəzərən daha rahatdır. İndilərdə isə populyar effektlər, sadə yazılar, çox da populyar olmayan animasyonlar hamısı premiuma keçib. CapCut'un sahibi olan ByteDance şirkətinin çox ağıllı bir taktikası vardı. Onlar ilk zamanlarda CapCut'da hər şeyi pulsuz etdilər. Etdilər ki, istifadəçi yığsınlar və ByteDance'ın planı işlədi. Proqramları 100 milyonlarla istifadəçi istifadə etməyə başladı. Bu qədər istifadəçi yığandan sonra qalanı rahat idi. CapCut yavaş-yavaş hər şeyi premiuma keçirirdi. Nə də olsa istifadəçilər CapCut'u buraxa bilməyəcəkdi. Əgər siz də indilərdə CapCut istifadə edəndə çətinlik çəkirsinizsə, bu videonun altına mən yazım və sizə CapCut Pro'nun linkini göndərim. Bu dəqiqə 25 abunəmiz var. Bu videonu görən hər kəs abunə olsa, bəlkə bu video ilə birlikdə 50 abunə ola bilərik. Xahiş edirəm bu videonu görən hər kəs abunə olsun.